Mən Xaçmaz rayon Dərəcən kənd sakini Zülfüqarova Həmidə Əliağa qızı. Cavabdeh Zülfüqarova Əziz Mayıroğlu ilə 2009-cu ildə ailə həyatı qurmuşam, nikah daxil olmuşam. Bu birgə nikahımızdan 2010-cu il təvəllüdlü Zülfüqarova Əliağa Əzizoğlu dünyaya gəlib. Müəyyən səbəblərdən ayrılmışam 2013-cü ildə. Bir uşağın saxlanılması üçün məhkəməyə müraciət etmişəm, 170 manat aliment kəsilib. Bu insan 2 ildir, yarımdır, 3 ilə yaxındır, bu adam axtarışdadır. Bu adam qədərli olaraq nə pulu ödəmir, nə bunu tutub həbsləmirlər. Neçə dəfə müraciət edirəm 102-yə, neçə dəfə valideynim gedir, icraçı ləng baxır. Oğlumun işini aparan Adgözəlov Faqildir. Bu işə ləng baxır. Neçə dəfə də özünə də zəng edəndə hirslənir, acığı gəlir ki, nə qədər mənə zəng edəcəksən, axtarışlarda tapanda deyəcəm, zəng edəcəm sənə. Bir-iki gün bundan qabağa təzə rəisliyin qəbuluna girməyə qərar verib, valideynim gedib Xaçmaz rayonu məhkəməsinə. Burada icazə verməyiblər, Samir Mecidovdur, alimentə baxan. Onun qəbuluna düşməyə yerdəki müavinə icazə verməyiblər. Bu adam həbs olunmağına görə mənə köməklik eləyin. İcra Propasiya şöbəsindən xahiş edirəm, Ədliyyə Nazirliyindən xahiş edirəm. Mənim oğlumun işinə baxılsın. Artıq dərəcədə sizdən xahiş edirəm ki, bu video yayımlansın ki, mənə yuxarı instansiyalar yardım eləsin bu işi araşdırmağında. Xaçmaz rayonunda bu işə baxılmır. Artıq dərəcədə sizdən xahiş edirəm. Gələcəyin bir əskər anası olaraq, tek qadın olaraq, başsız, qardaşsız bir qadın olaraq sizdən xahiş edirəm. Cənab Prezidentimiz, Mehriban xanım, vitse-prezidentimiz, yuxarı instansiyalardan müraciət edirəm. Artıq dərəcədə mənim oğlumun hüququ Xaçmaz rayonunda aliment baxılan yerdə qorunmur. Artıq dərəcədə xahiş edirəm. Hal-hazırda evladım da xəstədir bu stressdən, əsəbdən. Bu insanın qardaşları var. 4 qardaş, bir bacıdırlar. Necə dəfə qardaşlarından da soruşublar, qardaşların boyun olmur ki, biz bilmirik o qardaşımızı yerin. Yerdəsi var, yerdəsindən də neçə dəfə xəbər biliblər, mən bilmirəm, mənlik deyil. Xahiş edirəm sizdən artıq dərəcədə. Mənə köməkli olun, səsimə səs verin yuxarı instansiyalar. Artıq dərəcədə sizdən xahiş edirəm.